Çullu kəndinin 1-ci Qarabağ müharibəsi zamanı şəhid olanları. Xoş gördük əziz izləyicilər. Bura Ağdam rayonunun Çullu kəndidir. Deməli Çullu kəndi 1992-ci ildə erməni faşistləri tərəfindən işğal olunmuşdu. İşğal olunan vaxtı burada deməli Çullu kəndinə məxsus olan burada ferma olubdu, mal ferması. Mal fermasının bax belə bunlar fermanı da dağıdıblar. Burada size karşıda görsenen bu da çobanlar için kurulmuş bir ev idi, ev olubdu. Bu da bunun su nasosunun belə deyim çəni olubdu. Bu ise Çullu kəndinin şəhidlərinin lövhələridir. Bugün ayın 13'ü may 2025-ci il tarixində Ağdam rayonunun Çullu kəndinə gəlmişəm. 33 ildən sonra Ağdam rayonunun Çullu kəndində belə bir mənzərələrlə qarşılaşdıq. Deməli 1992-ci ildə erməni quldurları Ağdam rayonunu işğal edərkən Ağdam rayonunun Çullu kəndi də o işğala məruz qalan kəndlərdən biri olubdu. Yəni Çullu kəndində də ermənilər öz xain xislətlərini belə göstəriblər. Evləri bu belə tamamilə darmadağın dağıdıb yararsız hala salıblar. Bəli, burada elə bil özləri üçün bir ev saxlayıblar. Bir ev yox, bir neçə dənə ev saxlayıblar burada özləri üçün. Burada onlar özləri məskunlaşmışmışlar. Bəli, bu iki qarşıda üstü görsənən qara dəmirli evdə yaşayıblar. O arxa fonda görsənən yerdə isə biraz onların belə deyim ot tayaları olubdu. Ot da orada qalıb çürüyübdü. Onlar burada özləri də heyvan saxlayıblar özləri üçün. Evləri də belə tamamilə yararsız hallara salıblar. Bura Ağdam rayonu Çullu kəndinin qəbirstanlığıdır. Deməli burada 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan Ağdam rayon Çullu kəndinin 1-ci Qarabağ müharibəsinin şəhidləri. Şəhid İsayev Cümşüd Lələşoğlu 1936-1993 iyun. Şəhid Baş Leytenant Əmirov Rasim Şuraoğlu 1 mart 1964-1992 may. Şəhid İrzayev İlham Şuraoğlu 1 yanvar 1966 26 sentyabr 1992. Şəhid Əmirov Abil İdrisoğlu 1 mart 1974 21 iyun 1994. Allah rəhmət eləsin. Məkanınız cənnət olsun. Allah sizə rəhmət eləsin. Bu evi də tamamilə darmadağın dağıdıblar. Bu evi də ermənilərin xarabalığa döndərdiyi Ağdam rayonu Çullu kəndi.
2 mərtəbəli eviymiş bunun ermənilər dağıdıbdı. Qarşıdakı evdə 2 mərtəbəli evdə onu da dağıdıblar. Ermənilərin xarabalığa döndərdiyi Ağdam rayonunun Çorlu kəndi hava şəraiti də imkan vermir. Çəkiliş eləməyə, hava dumanlıdır. Bu ev kimin evidir bilmirəm, tanımıram. Yəqin ki görəndə tanıyarlar evləri. Hamısı 2 mərtəbəli evlərdir. Düşmən məhv eləyibdir.